Biz bilirik ki, ümrə zamanı müəyyən əməllər yerinə yetirilir. Lakin bəzi insanların etdikləri bəzi əməllər isə mübahisəlidir. Məsələn, bir çox qrup rəhbərləri deyirlər ki, kim ümrə zamanı Ərafata gedib dua edərsə, onun duası qəbul olunur. Bu iddianın dini əsası varmı? Belə etmək doğrudurmu? Ümrə zamanı Ərafaya gedib dua edənlərin duasının qəbul olması iddiasına gəlincə isə, bu sözün heç bir səhih dini əsası yoxdur. Nə Quranda, nə sünnədə, nə də sələf alimlərinin sözlərində belə bir dəlil yoxdur. Əgər belə bir əməl fəzilətli olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm həmçinin də səhabələri bunu edərdilər. Halbuki onlar, yəni ümmətin ən elmli və ibadətə ən çox həris olan səmimi insanlar idi. Ərafa gününün duasının fəziləti həcdə olana aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb ki, ən xeyirli dua Ərafa gününün duasıdır. Bu ibadət yalnız şərtlərin təyin etdiyi zaman və məkan çərçivəsində dəyər qazanır. Yəni bu ibadət müəyyən vaxtlarda və müəyyən yerlərdə fəzilətlidir. Amma başqa vaxtlarda, başqa məkanda onu etmək eyni savab demək deyil və eyni savaba insanı gətirib çıxarmır. Müəyyən bir saat aralığında olur. Zaman olaraq Zilhiccə ayının 9-udur. Ərafada durmaq zaman olaraq Zilhiccə ayının 9-u. Günəş zeniti keçəndən sonra, yəni günorta zöhr azanından sonra ta 10-cu günü, yəni bayram gününün fəcrinə qədər kim bu aralıqda Ərafaya daxil olarsa o həcc etmiş sayılır. Və məkan olaraq da yeri Ərafa meydanıdır. Amma dua Ərafa günü onun vaxtı Ərafada dayanmaqdan da fərqlənir. Ümrə zamanı isə Ərafaya getmək zaman və məkan baxımından nə deyim? Səhvdir, lakin bəzi insanlar tarixi məkanları görmək məqsədi ilə gediblərsə də ora, bu demək deyil ki, orada dayanıb dua etsələr, onlar həcc etmiş kimi sayılırlar və ya onların duası Ərafada edilən dua kimidir. Xeyr, əsla. Ümrə həcdən fərqli olaraq zaman və məkan baxımından da fərqlənir. Çünki ümrə ilin istənilən vaxtında edilə bilər və məkan olaraq da yeri Məkkədir, Kəbədir, Səfa Mərva hansı ki Kəbənin yaxınlığındadır. Ərafa isə zaman və məkan baxımından isə yalnız Zilhiccənin 9-udur. Deməli, ümrə edən şəxsin Ərafaya gedib dua etməsi nə zaman baxımından düzgündür, nə də məkan baxımından. Belə bir əməl bidət sayılır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin nə də səhabələrinin etmədiyi bir əməldir. Sonradan şəriətə nisbət olunmuş ibadət formasıdır. Əgər kimsə dua etmək istəyirsə ümrədə, Haram məscidində, yəni Kəbə yaxınlığında, Səfa Mərvada istədiyi qədər, istədiyi duasını edə bilər. Bu sünnəyə daha uyğundur və qəbul olmağa daha yaxındır inşallah.